Həftənin ən vacib hadisələrindən biri də Türkiyədə keçirilən NATO'nun 36-cı zirvə görüşü oldu. Tədbirin 2004-cü ildən sonra, yəni 22 ildən sonra yenidən qardaş ölkədə təşkili özündə bir çox simvolik tərəfləri ifadə edir. Əvvəla bu, Türkiyənin alyansdakı çəkisi və NATO'nun cənub-şərq qanadının etibarlı əllərdə olduğunun göstəricisidir. İkincisi, Ankaranın qlobal gücü və beynəlxalq vasitəçilik məsələlərində xeyli irəliləyişlərə nail olduğunun rəsmi etirafıdır. Həmçinin üçüncüsü, 1952-ci ildən NATO'nun üzvünə çevrilən Türkiyə bugün də Şimali Atlantika İttifaqında Amerika Birləşmiş Ştatlarından sonra ikinci ən güclü və böyük orduya sahibdir. Dördüncüsü, alyans üzvləri Amerika Birləşmiş Ştatları prezidenti ilə yaşadıkları problemlərə məhz qardaş ölkədə son qoyula biləcəyini proqnozlaşdırırdılar və yanılmadılar. Merhaba, Ashgar. Donald Trump sammitə məhz Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana görə qatıldığını, Ərdoğanın qlobal siyasətdə aparıcı liderlərdən biri olduğunu deməklə əslində NATO üçün Türkiyənin strateji roluna tam aydınlıq gətirdi. Bəli, 36-cı sammit bir daha Türkiyənin regional sabitlik və təhlükəsizlik faktoru olduğu həqiqətini bütün dünyaya təsdiqlədi. Qardaş ölkə Bosfor və Dardanel boğazlarını nəzarət etməklə Qara dənizə çıxış nöqteyi nəzərdən strateji mövqeyə sahibdir. Yaxın Şərqdə və miqrasiya böhranlarında hər zaman sabitləşdirici rol oynayır. Üstəlik, Türkiyənin müdafiə sənayesi NATO üçün çox ciddi önəm daşıyır. Amma reallıq da odur ki, alyans üzvləri uzun illərdir Ankaraya silah satışı və texnologiya transferində məhdudiyyətlər qoyur. Məsələn, Amerika Birləşmiş Ştatları tərəfindən KAATSA sanksiyalarının tətbiqi Türkiyənin Rusiyadan vaxtilə S-400 raket kompleksləri alması ilə əlaqələndirilir. Elə bu səbəbdən də Türkiyəni F-35 proqramından da çıxardılar. Amma əksinə, Yunanistanın sistemli şəkildə silahlandırılması, eləcə də seçmə müttəfiqlik formuluna istinad Türkiyəyə qarşı əlbəttə ki, böyük haqsızlıq kimi qiymətləndirilməlidir. İttifakımızda eksikliği en çok hissedilen hava ve füze savunma kabiliyetlerine Çelik Kubbe projemizle 24 milyar dolar ilave bütçe ayırdık. Avrupa'daki en büyük kara ordusuna sahip ülke olarak yeteneklerimizi ihtiyaç duyulan aşamada ittifakın hizmetine sunmanın gayretindeyiz. Analitiklərin son sammitlə Türkiyəyə münasibətin dəyişdirilməsi istiqamətində praktik addımların atılacağını düşünür. Amerika Birləşmiş Ştatları prezidenti Trump'ın Türkiyəyə qarşı tətbiq edilən S-400 sanksiyalarının ləğv ediləcəyinə dair bəyanatı. Amerika Birləşmiş Ştatlarının artıq heç bir narahatlığı yoxdur. Mən müttəfiqimizə qarşı sanksiyalar tətbiq etmək istəmirəm fikri alyans daxilində hələ də Türkiyəyə qısqanc münasibəti bəsləyən qüvvələrə sərt şapalaq oldu. Çünki Türkiyə, İran və Ukrayna məsələlərinin həllində Birləşmiş Ştatlara dəstək verdi. Ona görə də Trump'ın bəyanatı təkcə Türkiyə, Amerika Birləşmiş Ştatları münasibətlərinə deyil, NATO daxilində də yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Sanksiyaların ləğvi və xüsusilə də F-35 məsələsində Ağ Ev və Pentaqonla yanaşı Amerika Birləşmiş Ştatları Konqresinin də Türkiyənin maraqlarına cavab verən qərar çıxarması Ankara-Vaşinqton əməkdaşlığında yeni mərhələyə keçidin baş tutduğu qənaətini söyləməyə əsas verir. Atlantika İttifaqı isə qlobal çağırışlarla effektiv mübarizədə fikir birliyinin vacib olduğunu birmənalı şəkildə ortaya qoyur.